Yağışlı bir gecədə növbədən evə dönürdüm. Soyuq damlalar ön şüşəmə çırpılaraq səs çıxarırdı. Sakit bir növbə keçmişdi. Amma içimdə qəribə bir gümrahlıq vardı. Gəldiyim yolun gündüzləri çox mənzərəli olsa da, gecələri qaranlıq və hərdən görünən solğun küçə lampalarından ibarət idi. O qadını elə həmin gecə gördüm. Zəif işığın altında dayanmışdı. İslanmış, arıq, uzun boylu, əlini qaldırıb məni saxladı. Təhlükəli görünmürdü. Bəlkə də 50 yaşlarında olardı. Gülümsəyirdi. Sanki illərdir istilik görməmişdi. Ona aparmağı təklif etdim. Yolun biraz yuxarısına gedirəm, dedi. Amma dişləri qəribə idi. Bəziləri yox idi. İçimdə bir narahatlıq vardı. Amma öz-özümə dedim, yaxşılıq edirəm. Bir yanacaq doldurma məntəqəsində dayanaraq ondan soruşdum. Sənə bir şey alım? Yox, sağ ol, canım, deyə cavab verdi. Dükana girdim. Benzini ödəyərək geri qaydanda artıq o maşında yox idi. İz yox, qoxu yox, sadəcə qeyb olmuşdu. Düşündüm, bəlkə harasa gedib. Evə gəldim, melatonin içib yatağa girdim. Gecənin bir vaxtı susuzluqdan oyandım. Otaqda oturub suya əl uzatdıqda küncdə oturmuş birini gördüm. Qaranlıqda dizlərini bükərək məni izləyirdi. Donub qaldım, gözümü qırpdım. Faydası olmadı. O ayağa qalxdı, otaqdan çıxdı. Amma nə qapı açıldı, nə də bir səs gəldi. Sadəcə yox oldu. Öz-özümə dedim, yəqin yuxu idi. Amma səhər evin giriş qapısı artıq açıq idi. Maşının arxa oturacağını islanmış və ləkələnmiş gördüm. Həmişə arxada saxladığım yorğan yox idi. Mənə elə gəlir ki, o qadın mən benzin stansiyasında içəridə olanda maşının arxasına gizlənmişdi. Gecə mənim evimə girmiş və içəridə olmuşdu. Bundan sonra o evdə bir gecə də qalmadım. Ayın sonuna qədər oradan köçdüm. Hələ də düşünürəm, əgər o gecə oyanmasaydım, nə olardı? Yağışlı bir gecədə növbədən evə dönürdüm. Soyuq damlalar ön şüşəmə çırpılaraq səs çıxarırdı. Sakit bir növbə keçmişdi. Amma içimdə qəribə bir gümrahlıq vardı. Gəldiyim yolun gündüzləri çox mənzərəli olsa da, gecələri qaranlıq və hərdən görünən solğun küçə lampalarından ibarət idi. O qadını elə həmin gecə gördüm. Zəif işığın altında dayanmışdı. İslanmış, arıq, uzun boylu, əlini qaldırıb məni saxladı. Təhlükəli görünmürdü. Bəlkə də 50 yaşlarında olardı. Gülümsəyirdi. Sanki illərdir istilik görməmişdi. Ona aparmağı təklif etdim. Yolun biraz yuxarısına gedirəm, dedi. Amma dişləri qəribə idi. Bəziləri yox idi. İçimdə bir narahatlıq vardı. Amma öz-özümə dedim, yaxşılıq edirəm. Bir yanacaq doldurma məntəqəsində dayanaraq ondan soruşdum. Sənə bir şey alım? Yox, sağ ol, canım, deyə cavab verdi. Dükana girdim. Benzini ödəyərək geri qaydanda artıq o maşında yox idi. İz yox, qoxu yox, sadəcə qeyb olmuşdu. Düşündüm, bəlkə harasa gedib. Evə gəldim, melatonin içib yatağa girdim. Gecənin bir vaxtı susuzluqdan oyandım. Otaqda oturub suya əl uzatdıqda küncdə oturmuş birini gördüm. Qaranlıqda dizlərini bükərək məni izləyirdi. Donub qaldım, gözümü qırpdım. Faydası olmadı. O ayağa qalxdı, otaqdan